Bir video çəkmişdim, nitq səni zəngin göstərər deyə. Mənə nə qədər suallar gəlmişdi ki, həqiqətən də nitq bizi zəngin göstərə bilərmi? Nəinki zəngin, yaşınızdan gənc, daha incə göstərə bilər. Məsələn, elə biri özüm. Mənim 45 yaşım var və bu yaşı mənə səsimə görə bəzən vermirlər. Və səsimə görə vizual olaraq da çəkimdən daha az göstərirəm. Və yaxud, bax, zənginlik də belədir. Sizin danışıq tonunuzdan, intonasiyanızdan o pulu nə zaman qazandığınız inanın ki bilinir. Eyni zaman tezliyində həm nökər, həm ağa yaşayır. Nökər tez-tez danışır, qaçır, qovur. Ağa isə ağayana, sakit və daha çox pul qazanır. Nökər həmişə acdır. Ağa isə həmişə toxdur, zamanı da idarə edir, pul da qazanır. Amma asta-asta da danışır. Söhbət yalnız asta danışıqda deyil, danışıq şəklindədir. Hətta siz təzə varlanmışsınızsa və yaxud da bir 30 il bundan qabaq varlanmışsınızsa, amma danışığınız yenə də o kəndin havasındadırsa və yaxud kənddən deyil, şəhərdənsinizsə belə danışığınızda bir əsas, bir güc yoxdursa, bunun üçün siz nitq təlimlərinə yazılmalısınız. Ümumiyyətlə, bahalı danışmaq, bahalı görünmək, ümumiyyətlə, hər bir gözəlliyin mərkəzində nitq dayanır. Gözəlliyiniz nitqlə tamamlanacaq. Zənginliyiniz də həmçinin. Təlimlərimə yazılın. Sizi zəngin və gözəl göstərə biləcəyəm.